Salam aleykum, kanalıma ve videoma hoş gəlmisiniz. Kanalıma abone olmayı unutmayın. Paşa ilə limon da buradadır. Paşa, vəziyyət paşa. Bu da limondur. Şimdi bunlara su verək. Sonra atlarını təmizləyib ot verərik. Cücələr də dənlərin yesinlər. Ne yiyorsun paşa? Yaxşı bildiyi içmisən. İndi paşaya yem verək. Sonra atlarını təmizləyərik. Sizdən su içən çıxmaz. Paşanın yemini hazırlayaq. Arpa yarması veririk paşaya. Bir kuruşka arpa yarması, bir kuruşka da kəndlə qarışdırıb paşaya veririk. Paşanın yemi hazırdır, qarışdırdım. Biz qoyaq qabağına yer. İştahla da yeyir. Limona özümüz vermirik, çünki yeməyəcək. Qalacaq qabağında, ancaq sərsaqlar yeyir. Limon. İndi isə bunların altlarını təmizləyək. Və bu yanları təmizlədim. Yüngülvarı təmizlədim. İndi inəklər gələndə batacağına görə yüngülvarı təmizlədim atların. Paşa da yemeği yeyir. İndi bunların qabaqlarına ot töküm. Yəni bunları töküm bunların qabağına. İndi hosta ot gətirəcəklər indi. Gətirəndə tökərəm.
inəklərin qabaqlarına. İnəklər harda olsa gələrlər. Saat 6-ın yarısıdır. Təxmini bir yarım saata zada gələrlər 6 üçün. Paşa da yemin yedi. Bozalar otu yeyirlər. İndi təzə ot gətirəndə inəklərin qabağına tökəcəyəm yenə də. İndi bozalar yeyirlər. İnəklər gələndə də tökərik qabaqlarına. İnəklər də yeyəcək. Paşa. Limon da o tərəfdədir. Paşa ilə limon otu yeyirlər. İndi harda olsa inəklər gələr. İnəklər gələndə videoya çəkərik. Paşa. Paşa 6 aylıqdır. 6 ayın içindədir. 10 gündən sonra 6 ay tamam olur. Paşa. Paşalar bir aralar hər kəsi vururdu. İndi sakitləşib. Paşa sahəyə gedəcək. Təxminə ayın axırına kimi gedər sahəyə. Limon isə evdə qalacaq. 100% məliyəcək. Tək olduğuna görə səhərdən axşama kimi məliyəcək və axırda özü də sahəyə gedəcək. Limon 4 ayın tamam olub, 5 ayın içindədir demək olar. 5 ayın içindədir. Paşa isə 6 ayın içindədir. Aralarında 1 ay fərq var. 1 ay 7 gün falan aralarında fərq var. İndi inəklər gələndə videoya davam edərik. İnəklər gəldilər. Hələ bağlamamışam onları. Yağış da yağır. Yağış indi başladı. İndi inəkləri bağlayaq. İnəkləri bağladım. Qabaqlarında yüngülvarı ot var. İndi birazdan ot tökəcəm qabaqlarında. Göy ot tökəcəm. Düələr də buradadır. Maşallah olsun. Yaxşıdırlar. Sadəcə bir dənə bu düədə bir problem var. Ayağı axsıyır. Ayağının heç bir yerində kəsilmək falan yoxdur. Dırnağın arası olsun. Amma yenə də axsıyır. Səbəbini bilmirik. Dabaq ola da bilər. Ancaq dabaq peyvəndi vurulub. İynəsi vurulub. Yenə də axsıyır. Sizcə səbəbi nə ola bilər axsamayın? Heç bir yerində kəsilmək falan heç yoxdur. Ancaq axsıyır. Yeməyi iştahla yeyir, otu falan. Sadəcə yüngülvarı axsıyır. Dərman falan veririk, amma yenə də axsıyır.
Səbəbin bilən varsa, zəhmət olmasa yorumda yazar. Nədən ola bilər? Dabaq olma ehtimalı da yüksək ola bilər. Çünki yenə də dabaq iynəsi vurandan sonra deyəsən yenə də tuta bilir. İnəklər buradadır. İnəklər maşallah olsun sahədə yeyiblər. Nədir? Yiyim olub. İndi bu yanları təmizləyərəm. Ot verərəm. Su da göstərərəm bunlara. Belə. Çiftliyin canavarı da buradadır. Aslanı. Paşadır. Həm dəlidir, həm ağıllıdır. Yağış yağır. Çiftliyin ən sevimli buzovları, düələridir. İnəkləri də onlardır. Buzovlar da Paşa ilə Limondur. Paşa, vəziyyət. Bunlar səhv eləmirəmsə, bir yaş 3-4 aylıq budur və 2 ay, bir yaş 2-3 aylıq budur, 3-4 aylıq da budur. Səhv eləmirəmsə. Doğulduğu günləri bilirəm, biraz hesablamaq başımı qarışdırdı. Biz ki, 2024-cü il yanvarın 11-i bu olub, fevralın 19-u bu olub. Dekabr 2024-ün axırlarında noyabrın 16-sı bu olub. Dekabrın Paşa dayandı. Dekabrın axırlarında yenə də Limon olub 24-ü. İndi hesablayın da. Beynim yandı hesablamayla. Bir yaş 3-4 aylıqda belə təxmini. Bərəkətli bir aydır. Yağışlar yağır. Gündüzlər günortaya kimi günəş olur, isti olur. Günortadan sonra hava dəyişir, yağış yağır, dayanır. Yaz yağışları, ildırım çaxır, belə. Hava dəyişir yəni. İndi mən limonun altını təmizləyim, Paşanın altını təmizləyim. Paşa da hamına sataşır. Paşa bəsdir, Paşa. Qabağındakı otu yedim. İnəklərin otlarını gətirdilər. Töşdüm qabaqlarına. İştahla da yeyirlər. Toyuqlar da burada yeyir. İndi bunların atlarını təmizləyim. Gəlirəm. İnəklərin altlarını təmizlədim. İndi quru ot səpəcəyəm. Çünki atları yaşdır. İnəklər yeyirlər otların. Qabaqlarında ot azaldı. Paşa da yeyir, limon da orada yeyir. Düələr də buradadır.
Yorumlara yazarsınız, bir daha deyim. Bunun ayağı nə ola bilər? Hər an bir kəsik falan da yoxdur. Ətrafında kəsik zat, altında, dırnağın arasında falan kəsik zat yoxdur, ancaq axsıyır. Dabaq ola bilər, ancaq dabaq iynələri də vurulur, peyvəndi falan. Bilinmir, nədən ola bilər axsamayı. Bilənlər varsa yorumlara yazar. Paşa. Paşanın anasıdır. Burada limondur. Limonun anasıdır, sürü lideri. Bir-birinə yaxındılar. İki bacı. Bu bunun anası. Balası daha budur. Birinci balasıdır bu. Bu da Paşanın anasıdır həm də. Paşa da buradadır. Limon elə bil bunun üçüncü balasıdır. Bu da birinci balasıdır. Sürü lider. Başım bu yandan çıxardı. Hadi sal yerini. Gir. Geç. Limon da burada. Və yavaşdan videonun sonuna gəldi. Like atıb abunə olmayı unutmayın. Sağ olun. Görüşənədək.